Bugünkü söhbətimiz bizim Luka İncili 10-cu fəsil 25-ci ayədən 37-ci ayəyə kimi olacaq. İstəyərdim sizinlə birlikdə bu ayələri oxuyam. Xahiş edirəm, sakitliyə riayət eləyəsiniz. Bax, budur bir müqəddəs qanun alimi durdu və İsa'nı sınamaq üçün dedi. Müəllim, əbədi həyatı miras almaq üçün mən nə etməliyəm? O isə ona dedi, qanunda nə yazılıb, necə oxuyursan? Cavabında dedi, Allahı olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün qüvvətinlə və bütün düşüncənlə sev və qonşunu özün kimi sev. İsa isə ona dedi, doğru cavab verdin. Buna əməl et, yaşayacaqsan. Lakin o özünə bəraət qazandırmaq istəyərək İsa'ya dedi, axı mənim qonşum kimdir? İsa cavab verərək dedi, bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub getdilər. Təsadüfən bir kahin həmin yol ilə gedirdi. Adamı gördükdə yolun o tayından keçdi. Bir Levili də o yerə çatdıqda yaxınlaşdı və onu götürüb yolun o tayından keçdi. Və onu görüb yolun o tayından keçdi. Bir nəfər Samariyalı isə o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi. Yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab dökərək sarıdı və onu öz eşeğinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə oranı tərk edərkən 2 dinar çıxarıb mehmanxana sahibinə verdi və dedi, onun qayğısına qal və əgər artıq xərcin çıxarsa, geri qaydanda mən sənə ödəyərəm. Səncə bu 3 nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu oldu? O dedi, ona mərhəmət göstərən adam. İsa ona dedi, get sən də elə hərəkət elə. Amin. Biz burada nə görürük bu gözəl fikirlərdə, düşüncələrdə biz nə görürük? Biz görürük ki, bir din deməli, Qanunu bilən bir din adamı. Qanunu bilən din adamı kimdir? İsa'ya yaxınlaşır və yaxud durur ona sual verir. Qanunu bilən din adamı Tevratı, peyğəmbərlik kitabların demək olar ki əzbərdən nöqtə bə nöqtə izləyən və onları şərh edən adamdır. O ruhani aləmdə alim idi. O alim adına gəlib çıxmışdı. Yəni mənim düşüncələrimə görə mən bir şey başa düşürəm ki, İsraildə din alimi olmaq üçün ona qanunun alimi deyilmək üçün o nə qədər oxumalı idi, neçə devir oxumalı idi. Fikir verin, qanun alimi demək olar ki, bütün ömrün müqəddəs kitaba həsr eləyir. O bu müqəddəs kitabı nöqtə bə nöqtə oxuyur. Onu şərh edir, ona haqda düşünür, onu götür-qoy eləyir və belə bir qanun alimi durur İsa Məsihə sual verir. Müqəddəs kitabda sualda yazılıb ki, o sualı verəndə İsa Məsihi sınayırdı. Mən düşündüm, bu yerin üstündə oturdum, biraz düşündüm ki, yaxşı, niyə görə İsa'nı nəydə sınayırdı? Adi bir sual verir və birdən mənə aydın oldu ki, onun sınamağının məqsədi bu idi. Fikir verin, alim, Allahın oğlu adlandıranla söhbət edir. Və əlbəttə ki, alim onu sınayırdı biliyin ki, görsün, o Tevratı, Zəburu bilir, yoxsa bilmir. Alim bilikli idi, onun çox böyük informasiyası var idi. Və o öz biliyinə görə İsa'nı sınağa çəkir. Və fikir verin, İsa'ya sual verir. İsa'ya sual verir ki, qanunda, suala baxaq. Mən özür istəyirəm, İsa'ya sual verir. Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm? Bu çox güclü sualdır. Bax, burada bu günləri bir çox adamlar əyləşiblər. İlk dəfə gələnlər də var, dəfələrlə də gələnlər var. Və biz hamımız bilirik ki, bax, burada bu qədər adam oturur, mən uşaqları saymıram. 50 ildən sonra bizdən bir nəfər ya 2 nəfər burada qalarsa, bu möcüzə olar. Onlar da qapıdan içəri girəndə hamı durub onlara yer verər. Ən cavanımız belə gələcək bura 50 ildən sonra. Çünki 50 il.
Biz heç birimiz burada olmayacaq ha. Yəni bir iki nəfər. Mən bu peyğəmbərlik deyir, bu həqiqətdir. Sadəcə həqiqəti söyləyirəm sizə. Təsəvvür eləyin. Və əziz bacılarım, qardaşlarım, biz hamımız Rəbbə bu sualı verməliyik. Biz özümüzə sual verməliyik. Fikir verin, alimin sualına baxın. Mən cənnətə düşmək üçün nə etməliyəm? Kim cəhənnəmə düşmək istəyər? Kim istəyər əbədi yana? Müvəqqəti yox. Əlözü bir dəmirə istəyirsiniz, əbədi yanmağın nə olduğunu başa düşəsiniz. Əlözü yandırın qazı, əlözü qoyun qazın üstünə diyanın. Əlözü çəkməyin oradan. Diyanın bir gün, 2 gün, 10 gün, 100 gün, nə qədər həyatınız var diyanın. Diyana bilərsiniz. İnanın cəhənnəmdə bu mən dediyim, cəhənnəmdə dediyimdən qat-qat, yavaş, demək olar, az ağrıdır. Çünki cəhənnəm haqqında istəyir şəhadət edənlərin, istəyir müqəddəs kitabda, istəyir Allahın sözündə cəhənnəmin nə kökdə olduğun, insan öləndə qorxur. Niyə? Çünki cəhənnəmə gedir. Cəhənnəmin nə kökdə olduğun mən bir dəfə bir doğrudan ora düşüb çıxmış adamın dilindən eşitmişəm və bizim məbəddə o klip göstərilib. Orada deyir, elə var idi ki, o üfunəti heç nəylə müqayisə eləmək olmaz. Kimsə ola bilsin sizdən inanır, kimsə rədd edir bu sözləri, amma inanın. İndi fikir verin, din alimi İsa'ya sual verir. Amma sizə bir sualım var. Sizcə onu əbədi həyat maraqlandırırdı, yoxsa o İsa'nın biliyini yoxlayırdı bu sualına? O İsa'nın biliyini yoxlayırdı bu sualına. Onu heç əbədi həyat maraqlandırmırdı. Və mən istəyirəm ki, diqqət edək,